Her vaxtınız xeyir olsun. Dostlar, tanışlar, izleyicilerim. Azərbaycanda və Azərbaycanın ətrafında baş verən son vaxtlardakı cəryan edən hadisələrə bir rəy bildirmək istəyirəm. Əlbəttə ki, izləyicilərim həmişə yazırlar ki, hardasan Orduxan, hardasan? Mən artıq bir neçə dəfə demişəm. Yenə deyim ki, dostlar bilsinlər. Hər gün canlı yayıma çıxıb qonşunun toyuğu yumurtladı. Alkaş qonşu onu oğurladı. Rüşvətxor polis gəldi, onu tuttu və cəzasını nə bilim insan öldürməkdə, nə bilim nədə adamı bastılar 15 il içəri, üstünə olmazın cinayətləri yüklədilər. Ona görə də Azərbaycan doğrudan da elə bir analogsuz, elə bir anti-hüman bir dövlət olub ki, vallahi adamın ağzı dövlət deməyə də ağrıyır. Çünki dövlət deyilən bir ölkə, yəni bir ölkədəki dövlət var, o belə idarə olunmur. Özbaşınalıq, başlı başınalıq, yani bir sülalenin tüğyan ettiği, bir sülalenin ayakları altında əzilən dövlət, ölkə, respublika, xalq, cəmiyyət dövlət adlandırıla bilməz. Nə demokratiyadan, nə insan haklarından, nə insanlıktan heç bir anlayış olmayan bir yer, nə dövlətdir, nə respublikadır, nə toplumdur. Bu bir kolxozdur. Yani kolxoz. Sovyet İttifakı'nın vaxtında kolxozdan yaddaşında qalan insanlar bilirlər mən nə demək istəyirəm. Çoxları da yazırlar ki, kolxoz nədir? Nə kolxoz? Sən nə danışırsan? Azərbaycan kolxoz da deyil. Kolxoz vaxtı belə idi, elə idi. İnanın mənə ki, elə kolxoz vaxtı belə idi, elə idi. Yaxşı idi da, yani güya bu vardı, o vardı, iş vardı, nə bilim qayda qanun vardı deyənlər bugün İlham Əliyevin bu İlxoz Kolxoz Komsomolskinin ətrafında toplaşmış binamuslar var ki, şərəfsizlər var, yoxsuzlar, trollar, hər hansı bir Azərbaycanlı ya Azərbaycandan kənar xarici vətəndaş bu sülalə haqqında, Heydər Əliyev haqqında, İlham Əliyev haqqında hər hansı bir pozitiv sözü deyirsə şərəfsizdir, namussuzdur, xəyanətkardır. Və bax o insanlardır ki, bugün tərifləyirlər İlhamı, Azərbaycan belə inkişaf edir, bu belə oldu, bu elə oldu, ay qaz vurdu, qazan doldurdu, ay qazanlarda həmişə qoşbaşı bişir, ət bişir, nə bişir. O Sovyet vaxtıda o çakçuku olanlar, nə bilim oradan buradan skladdan oğurluq edənlər, Komünist Partiyasının üzvü olub hər alçaqlıqları edənlər, güya düzgün yaşayırdılar, amma rüşvət alırdılar, universitetlərə, institutlara tələbə düzəldirdilər, kolxozda nə bilim artıq saat yazırdılar, artıq üzüm yazırdılar, artıq pambıq yazırdılar. Bunun da hamısının başında, mən dediklərimin hamısını Sovyet İttifakının vaxtında yaşayanlar bilirlər. Və Sovyet İttifakını tərifləyənlər imenlə bugün İlham Əliyevi tərifləyənlərin ata-babalarıdırlar. Çünki bu dinsiz, bu imansız, bu Allahsız, bu şərəfsiz, ləyaqətsiz sülalə Sovyet İttifakının adxodudur və bugün Azərbaycanda Sovyet İttifakının haqsızlıqlarını, alçaqlıqlarını, rüşvətini yaradan Heydər Əliyevin sülaləsidir. Ona görə də sizə geniş hər dəfə, mən geniş götürürəm danışığımı, amma çatmır. Mən nə etməliyəm, mən bilmirəm. Bu neçə ildir mübarizə aparıram, hələ də mən insanlara çatdıra bilmirəm ki, filan polis məmuru belə elədi, filan nə bilim nazir belə elədi, filan artist belə elədi, nə bilim filan kəs bunu elədi. Bunların hamısı boş şeydir. Enerji tükətməkdir, ya nə bilim hədəfdən insanları yayındırmaqdır. Bu ölkədə bir quldur var.
bir şərəfsiz sülalə var, bir əxlaqsız sülalə var. O da Əliyevlər sülaləsidir. Və bütün mübarizəmiz əgər səmimi mübarizə aparırsınızsa, bu sülaləyə qarşı yönəlməlidir. Çünki bu sülalə Azərbaycanda hakimiyyəti ələ keçirdiyi vaxtdan Azərbaycan analogsuz bir ölkəyə çevrilib. Ata ataya, qardaşa düşmandır, əmi dayıya düşmandır, oğul qıza düşmandır, qardaş bacıya düşmandır. Bu düşmənçiliyin de hamısının başında bu sülalə durur. Çünkü bunlar hər bir insanı biri-birinə düşmən etməklə hakimiyyətlərinin ömrünü sürdürürlər. Başa düşürsünüz. Bu hakimiyyətin ömrünü sürdürmək üçün hər bir ortaya çıxan şərəfli insanı ləkələməlidirlər, yalandan ona böhtan atmalıdırlar. Troll şəbəkələri yaradıblar. Troll şəbəkələri hardan maliyyələşir? Azərbaycan dövlətinin büdcəsindən. Azərbaycan xalqının dövlətinin büdcəsindən və bunun ətrafına yığdığı məmurlar kimlərdilər? Maaş verdikləri kimlərdilər? İmkan verdiyi ki, rüşvət alsınlar, korrupsiya ilə ailələrini yaşatsınlar və qazansınlar, İlham Əliyevə dolya versinlər. Bu şərəfsiz İlxoz Kolxozoviç Komsomolski. Hamısı şərəfsizdirlər, namussuzdular, binamusdular. Başa düşürsünüz? Kiçik məmurdan böyük məmura qədər. Siz fikir verin ki, bunun atası Heydər Əliyev ətrafına yığdığı insanların, deputatxanaya yığdığı insanların 90% Azərbaycan dövlətinin müstəqilliyi əleyhinə 90-cı illərdə səs vermiş şərəfsizlərdirlər, namussuzlardılar. Hamısı Sovet İttifaqının vaxtında bunun göstərişi ilə bu KGB-nin generalıydı, sonra da Azərbaycan Respublikasının Sovyet Sosyalist Respublikasının Komünist Partiyasının birinci katibiydi. Sonra da gitti Moskvaya. Moskvada bunun ağzını cırdılar. Çünkü bu o kadar uğraşlıklar, namussuzluklar, şerefsizlikler etmişti ki, o kadar alçakları etrafına yığmıştı ki, vəzifələrə təyin etmişti ki, Resul Quliyev kimi alçakları. Bu yeniden Azerbaycan'a qaydanda həmin insanlar bunu urra ile karşıladılar ve bu yeniden oldu hakimiyetin başında. İlham Əliyev ise şerefsizdir. İlxoz Kolxozoviç Komsomolskidir. Bu şərəfsiz öz hesabına həyatda heç nəyə nail olmayan bir debildir, bir alçaqdır. Niye belə danışıram? Çünkü bu sübut edir özünü. Çünkü sen durmadan insanları terörle et, durmadan insanları həbs et. Şərəfli insanlar Azərbaycandan qaçsın, Azərbaycandan kənarda olsun, sen onları Azərbaycandan kənarda yaratdığın binamus diaspora şəbəkəsi ilə yenidən təhdid et. Sonra sen Azerbaycan'dan kenara gönderdiğin killerlerle bunları burada korkut. Bunlar da buna reaksiya verirler. Biz axı demiştik ki, güzel insanlar, biz axı demiştik ki, biz bir müharibeye çıkmışıq. Bu sülalə Azerbaycan'a karşı müharibə elan edib və hər bir bunlara karşı meydana çıxan insan müharibəyə hazır olmalıdır. Müharibədə də insan ölüm də gözləyir, ne bileyim yaralana da bilər, bu adama her şer böhtan da atıla bilər. Siz her size atılana, her size deyilənə reaksiya verseniz, onda sizin mübarizəniz dayanacaq. Ve bu Azerbaycan'da tutup asmadığı, kesmediği insan qalmayıb. İndi bununla Azerbaycan'ı elə bir hala salıp ki, yani bundan soruşasan, ay şərəfsiz, ay ləyaqətsiz, ne istəyirsən? Senin istəyin nedir? Azerbaycan'ı niye bu xaosa bükmüsən? Yine güya sülh sadişi diyalogu hazır idi. Kağız üzerinde artık bunların hamısını hazırlamıştılar, imzalamalıydılar. Ve bunu imzalamamak için Moskvadan gelen əmrləri, göstərişləri, Putin'den gelen əmrləri, göstərişləri yerinə getirmək için yeniden müharibə şəraiti yaradırlar. Ay əskər öldü, ay ne bileyim sərhəddə bu oldu, ay o oldu. Bunu etmemek için ancak ve ancak sen ve Moskva bunu etmeyebilir sülhü. Çünkü Ermənistan hazırdır. Ermənistan Avropa Şurasına, Avropa Birliği'ne tərəf, Avropa medeniyetine, Avropa demokratiyasına, azadlığına tərəf addım attıkça sen istəyirsən ki o sizin Putin'le kurmaca kurduğunuz o yeni soyuz, ittifak içine Ermənistan'ı sokasınız. Ve Ukrayna'da giden müharibə de deyirlər ki, ay Ukrayna'nın varına, dövlətine, ne bileyim nəyinə göre. Elbette Ukrayna'nın varı, dövləti çoxdur, insanı çoxdur. Ölkə Avrupa'ya göre çok büyük ölkədir. Ama esas mesele buradaki bu Ukrayna ile olan müharibənin esas səbəbi bu Moskva ile bu Heydər Əliyev Vıradışı İlxoz Kolxozoviç Komsomolskinin quracağı istədikləri
bir ittifaqın üzvü olması üçün Ukraynanın belini qırmaq istəyirlər. Əgər Sovet İttifaqının qurulması tarixinə nəzər salsanız görəcəksiniz ki, Sovet İttifaqı necə qurulurdu. Sovet İttifaqını quranlar kimlərdilər? Sovet İttifaqını quranlar bugün İlham Əliyevin atası, babası idi. Şaumyan BBC nəvəsi idi. Və ona görə də sizə nəyi artıq anlatmaq lazımdır ki, siz biləsiniz ki, bütün mübarizəni, siz bu artistləri, nə bilim televiziyaları, siz bu nazirləri, polisləri, nə bilim nələri hamısını kənara qoyun. Bütün mübarizə yüklənməlidir bu şərəfsiz sülalənin, bu KGB adxodunun oğlu, qızı, nəvəsi nəticəsinin devrilməsinə. Və bu yaxınlarda bir şeydə nəzərə çatdıracağım ki, ətraf ölkələrdə, Gürcüstanda, Serbiyada, Yunanistanda, indi Türkiyədə, Ermənistanın özündə, başqa Slovakiyada, Çexiyada, Avropa ölkələrində nəzərdə tuturam. Gedən bu antikorrupsiya, Ukraynaya dəstək aksiyaları artıq pəstəvədən çıxıb. Bu artıq xalqlar mübarizəsinə çevrilib. Azərbaycan bu yaxınlarda Türkiyədə bunu başladılar. Çünki Türkiyədə sakit durduqca deyirlər nədir? Erdoğan da 20 ildir, 25 ildir hakimiyyəti ələ keçirib bir diktatordur. Bunu da devirmək lazımdır. Amma kimlə ortaya çıxırlar? Əkrəm İmamoğlu ilə. Əkrəm İmamoğlu bir ay, 2 ay bundan qabaq gəldi, həmin o KGB generalının, yəni KGB sözünü bilməyən adam, KGB generalının məzarının qarşısında baş əyib, onu ziyarət edən insan hər hansı bir ölkədə sağlam bir cəmiyyətin yaranmasına heç bir şərait yarada bilməz, demokratiyadan danışa bilməz, azadlıqdan danışa bilməz, xalqdan, millətdən, dövlətdən və ümumiyyətlə insan hüquqlarından danışa bilməz. Çünki sən gedirsən, sən bilirsən ki, bu sülalə 50 ildir, 55 ildir Azərbaycanın anasını ağladırlar və bugün İlham Əliyev 25 ildir 5 dəfə konstitusiyanın anasını ağladaraq, referendumlar keçirərək hakimiyyətdə qalır. Erdoğandan fərqi yoxdur. Çünki Erdoğandan da betərdir. Azərbaycanın anasını ağladı. Sən gedirsən bundan xeyir dua alırsan və bunun KGB generalının atasıyla atasının məzarını ziyarət edirsən, sonra da qayıdıb gəlirsən, deyirsən ki, mən Türkiyəni diktaturadan xilas edəcəm. Sən qələt edəcəksən. Sən başını daşa döyəcəksən. Sən Erdoğandan geri qalmayan, Erdoğanın yaratdığı bir oyuncaqsan. Vəssalam, mənim fikrim budur. İstəyirsən, əgər Əkrəm İmamoğlu hakimiyyətə gəlsin, hakimiyyəti qazansın, Erdoğan getsin, o Azərbaycanlıların anasını ağladacaq. Azərbaycanın anasını ağladacaq. Çünki artıq bunu göstərib Heydər Əliyevin heykəlinin qarşısında baş əyərək. Anlayırsınızmı? Yəni İlham Əliyev hakimiyyətini gedib ziyarət etmək. Sən kimsən ki, ümumiyyətlə İstanbulun bir meri səni kim çağırdı ora, nə üçün çağırdı və sən nə üçün bu abidəni, yəni heykəli ziyarət edirsən ümumiyyətlə. Sonra da gəlirsən, başlayırsan hakimiyyəti, Erdoğan hakimiyyətini devirməyə, belə qazdı danışmağa, sən heç nə ola bilməzsən. Ona görə də Azərbaycanda da bu hadisələr hakimiyyət tərəfindən imitasiya oluna bilər, süni şəkildə öz şərəfsizlərini ortalığa tökə bilərlər və bunların 30 illik müxalifəti insanları meydanlara səsləyə bilərlər. Buna da getməyin. Çünki bu 30 ildə həmin bu sizi meydanlara səsləyən müxalifət artıq özünü göstərib, hər dəfə də xalqı meydanda tək qoyub, satıb sizi bir-birinin qanını içiblər, bir-birinə qarşı düşmən olublar. İkisi birləşdə, üçü birləşdə də inanmaq yoxdur. Azərbaycanda xalq xaotik şəkildə meydanlara çıxa bilər və o xaotik şəkildə meydanlara çıxanda da insanlar görəcəklər kim doğrudur, kim yalancıdır. Məsəl üçün bunun zapasda duran bu Əli Paşayevlərin zapasda duran bu saatı bunların yaltağı, yurtağı qəhrəman kimi, nə bilim lider kimi birdən-birə də, yəni heç bu 30 illik müxalifətdən kənar ortaya ata biləcəyi adamları çoxdur. Yəni diqqətli olacağıq. Mən deyəcəm, mən o saatı çıxıb ortalığa hamısını sizə deyəcəm kim kimdir. Yəni ona görə də biraz diqqətli olmalıyıq. Bu müxalifətə heç bir inam yoxdur. Çünki bunlar bu 30 ildə insanları aldatmaqdan başqa, ciblərini doldurmaqdan başqa, hakimiyyətlə diyaloqa gedib ortalıqda müxalifət kimi, ana, ata, baba müxalifəti kimi qalmaqları da hamısı biz görmüşük. Anladınız mı? Ona görə də diqqətli olun. Uzun danışdım.
Biraz bu yaxınlarda bir də çıxacağım canlı yayım. Sağ olun.